Salam dostlar. Günləriniz xoş keçsin. Deməli dostlar, biz bir neçə dəfə xatirinizdədirsə James Joyce'un bu kitabından müəyyən şeirlər oxumuşuq. Deməli bu kitabdakı sevgi şeirləri onun ilk gənclik dövrlərindəki sadə amma zəngin məhəbbətini özündə ehtiva eləyir və çalışmışam ki, o şeirlərdəki melodikliyi, musiqivariliyi çatdırım. Bilənlər bilir, James Joyce həm də bir müğənni olub, ona görə də onun şeirləri, o cümlədən nəsri də əslində. Amma burada onun yaradıcılığının ilkin dövrləri ifadə olunub. Onun şeirləri və nəsri, poezisi və nəsri özündə bax belə bir melodiklik daşıyır. Və mən istəyirəm ki, o şeirlərdən birini də bugün oxuyum. Bu sadə bir nəğmədir dostlar, amma özündə varlığa duyulan məhəbbəti, əbədi məhəbbəti ehtiva eləyir. Varlığın bir parçasına duyulan əbədi məhəbbəti ehtiva eləyir. Və bunun önü, uzantısı kəsdirilməyəcək insan nəsilləri boyunca poeziya sevərlərin qəlbini mütəəssir edəcək, onları sevindirəcək, onlara sevinç bəxş edəcək bir qüvvəsi var deyə düşünürəm. Hər nə qədər sadə olsa da dostlar. Gəlin oxuyaq. Orijinalda oxumağa çalışacağım dostlar ki, bundakı musiqiliyi duyaq. Sonra mənasını deyərik dostlar. Yaxşı mı? Lean out of the window, golden hair. I heard your singing, a merry air. My book was closed, I read no more, watching the fire dance on the floor. I have left my book, I have left my room, for I heard your singing through the gloom, singing and singing, a merry air, lean out of the window, golden hair. Belə bir sadə şeirdir dostlar. Yəqin ki, diqqətli dinlədinizsə, buradakı musiqilik, ritmiklik nəzərinizə çatdı dostlar. Və bir də qafiyənin təmizliyi və sərgəsinə diqqət etməyinizi istərdim. Və bunun mənası nədir dostlar? Bunun mənası nədir? Bax, deyir ki, əyil, yəni bayra çıx pəncərədən, golden hair, qızılı saçlı qız. Mən sənin orada oxuduğun şən nəğməni eşidirəm. Kitabımı bağladım. Daha oxumuram. Oradakı döşəmədə bir atəş rəqsi görürəm. My book was closed. I read no more. Watching the fire dance on the floor. Sən döşəmədə qızılı rəqs görürəm. Yəni ki, saçlarının rəqsini görür. Kitabımı buraxdım, yəni kitabımı qoydum otağımda. Otaqdan çıxdım. Axı mən sənin səsini eşitdim, nəğməvi eşitdim. Bu qəsvətli, tutqun,
hüzünlü atmosferdən onu eşitdim. Sənin səsin mənim üçün bir sevinc oldu. Söyləyə-söyləyə o nəğməni, başını çıxart pəncərədən, qoy mən səni görüm, ey qızılı saçlı qız. Singing and singing, a merry air, lean out of the window, golden hair. Belə bir şeydir dostlar. Bu mənim yadıma hətta Hüseyn Cavidin çox belə füsunkar bir şeirini salır. Bəlkə həm də bir gün onu da oxuyaram sizə, əgər oxumamışamsa. Hətta ondakı deyərdim ki, dərinlik və təsvir bolluğu daha çoxdur. Bundan daha çoxdur. Amma məzmunlarda bənzərlik var. Bu bir varlıq parçasına, həyat parçasına duyulan təmiz məhəbbətin ifadəsidir dostlar. Bu qədər. Özünüzdən müğayət olun. Poeziya ilə qalın. Hər